Hə qızım, salam. Ata, Elə mən də sana indi zəng vuracaqdım. Nə oldu? Mənim bu kənddə qalma məsələni Toğrul'la danışa bildin? Ürəyim partladı bu kənddə. mən niyə sənə görə əziyyət çəkməliyəm axı, hə? Mən yazıq yenə neyləmişəm ki? Hə, sən güya nə etdiyini bilmirsən? Komplekti satıb pulu cibinə qoymusan, Nurlan da borcunu qaytarmamısan. İndi də Nurlan mənə hədələyir ki, borcumu qaytar, yoxsa gedib pulu Toğrul'dan istəyəcəm. Sən də o alçağa inandın, ha? Mənə yalan danışma. Kızım, vallahi mənim günahım yoxdur. Mən apardım pulu verim Nurlan'a, amma orada türmədə yox idi. İndi yox idi deyə pulu cibinə qoymalıydın. Mənə bax, bircə demə ki, xərcləmisən hamısını. Hə, xərcləmişəm. Yaxşı da eləmişəm. Bəs nə eləməliydim? Sən zibillərin üstü açılmasın deyə mən özümü zibilə saldım. Sən xoşbəxt olasan deyə. İndi sən də zəhmət çək, o borc məsələsini özün həll elə. Məndən də pul istəməyəcəksən. Eşitdin? Of, ata, of! İndi nə edəcəyik, hə? Qızım, mənim ağlıma bir fikir gəlir. Amma bilmirəm sən razı olacaqsan yoxsa yox. Nə fikir?